bəxtəvər başımıza xaladenik alıblar. Gerek aləm bilsin, ay hay. Çayla xanım, Zeynəb xanım, salam aleyküm. Akşam buyurun bize konak. Şirinliyedir şükür Allah'a. Ay mübarəkdir. Çok sağ olun, Sağlığınıza sağ olun. qismət olsun. Təkələ həmişəmizdə bolluk olsun. Çok sağ olun. Gələcək, ya, mütləq gələcək. Zeynəb xanım, siz de buyurun. Kəlmə danış öyle. Yoxsa zəhləmizi aparacaq. Mübarəkdir Məmməd. Çok sağ olun, çok sağ olun. Eşi kıyamettir, düzlü kimi her tarafı gösterir. Oradan neçə proqramı var? Nə proqramı? Şəhərindədir xaladenik almışıq. Çok büyük. Ha, çok büyüktü, çok. Alem de alem, ne diyeyim eşi. Otur tamaşa ile, seherden akşama gel. Gəlir, gəlir. Akşi, ekranı var. He? Ekranı var. Kran? Ya, kran almamışım. Hamısını birden alma olmaz ki. Yavaş yavaş onu da alırım. Aman, bilmirəm, bu kişi adamı laf dəli elər də. Hə? Vallahi nə aldıqlarını bilmirəm. Xaladenik alma, ya televizor alma. Aa, qoy eləmək soruşum da. Soruş. Sən soruş. Məmməd müəllim, işləyir. Ne? Deyirəm, işləyir. Taxmısınız? Takmışım. İşleyir. Pulimat gibi tır tır tırıldayır. Birden dayanır. Başlayır bülbül kimi ötmeye. Gördünüz, televizor alıblar. Amma siz inanmırdınız. İstəyirsiniz soruşum ki, rəngli də yox. Hə, soruş. Məmməd müəllim, rənglidir. Ağdır. Ağa bak, kar kimi. Ha? Bu kişi adamı laf dəli elər. Vallahi nə aldıqlarını bilmirəm. Ömrümdə mən belə televizor görməmişim. Bura bax, bəlkə importudur. Az pulda görmürsən. Bilmirəm, mən də işinə başa düşmürəm. Məmməd müəllim, Hə? konsert olanda bizi yaddan çıxartmayın. Futbol olanda burada deyərsiniz, yaxşı? Eşi ne konser ha? Ne futbol? Soyuducu almış ne soyuducu?